Hər kəsə salam. Say sistemlərinin davamının izahına başlayırıq. Vaxt itirmədən başlayaq. 31-ci sual nümunəsinə baxırıq. Baxaq görək bizdən nə istənilir. Demək, 31-də deyir ki, 230 rəqəmli 16-lıq ədədi 8-lik say sistemində ifadə olunarsa, ən çox neçə rəqəmli ədəd ola bilər? Biz birinci bunu xatırlayaq. 16-lıq say sistemindən 8-lik say sisteminə keçəndə əvvəlcə 2-lik say sisteminə gəlirdik. Daha sonra 2-likdən 8-lik say sisteminə keçirdik. Düzdürmü? İndi bizə baxaq. Deyir ki, 230 rəqəmli 16-lıq ədəd. Demir ha, bizə 230 16-lıq ədədini keç 8-lik say sisteminə. Yox, belə bir şey demir bizə. Bizə deyir ki, 230 rəqəmli 16-lı ədəddir. Yəni burada F, 9, 8, 7, 0, C və s. və s. və s. Tutaq ki, burada bizdə 230 dənə 16-lıq ədəd var. Baxın, 230 dənə 16-lıq ədəddən biz dedik ki, 16-lıqdan 2-liyə keçməliyik birinci. 2-lik 16-lıq say sisteminə, 2-lik say sisteminə keçmə qaydası 8, 4, 2, 1 qaydasıdır. 8, 4, 2, 1 qaydasına görə, məsələn, F-ə baxsaq, F nədir? 15-dir də. Bunlar hansının cəmindən 15 alınır? Elə hamısının cəmi bizə 15-i verir. Ona görə hamısının aşağısına 1 yazırıq. Deməli, 16-lıq say sistemində bir dənə ədədimin qarşılığı 2-lik say sistemində 4 dənə ədədə bərabərdir. 16-lıq say sistemindəki bir rəqəmim 2-likdə 4 dənə rəqəmdən göstərilir. Onda belə çıxır ki, bəs 230 dənə rəqəmi 2-lik say sisteminə keçsəm, sən 230-u 4-ə vurmalısan ki, görüm 2-lik say sistemində o zaman neçə rəqəmli ədəd alınır? Bu da bizə verər, 230-u vursaq 4-ə edər 920. İndi baxın, tutaq ki, biz gəldik, aldıq 1, 1, 1, 0, 0, nəsə 1, 1, 1, 0, 0, 1, 1, 1. Burada 1, 1, 1, 920 rəqəmli 2-lik ədəd aldıq. Mən demişəm ki, 2-lik say sistemindən 16-lıq say sisteminə keçəndə 4-4 ayırmadan istifadə edirik. Yəni, biz bunları 4-4 ayırırıq. 4-4 ayırmalıyıq. 4-4 ayıranda da, yəni 4-4 bölürük. Deməli, biz gəlib 920-ni bölməliyik 4-ə. 920-ni də 4-ə bölsək, 230, yəni 230 bölünür. Tam bölünür. 230 tam bölündüyünə görə, demək, bizdə burada biz 8-lik say sisteminə keçməliyik. 16-lığa niyə qaydırıq təzədən? Dəqiqə. Bax, 920 2-lik ədəd aldıq. Bura qədər düzdür. Amma bayaq 16-lığa keçdim. Biz 8-liyə keçməliyik. 16-lığa yox. 8-liyə keçəndə necə gedirdik? 8-liyə keçəndə 3-3 ayırırdıq. 3-3 ayırmadan istifadə edirdik. 4-4 yox. 3-3 ayırmadan istifadə edirdik. Bunları, yəni, biz 3-3 ayırmalıyıq. Məsələn, tutaq ki, burada olsun 0, 3, 3, 3 ayırmalıyıq. Çünki 2-lik say sistemindən keçəndə 3-3 ayırırıq. İndi biz 920 nə etməliyik? Bölməliyik 3-ə. 3-3 ayırdığımıza görə 3-ə bölməliyik ki, görək neçə tamla qalacaqmı, yoxsa tam bölünəcəkmi? Deyirsən, 306 tam bölünür. Yəni, baxın, 920-ni bölsəm 3-ə, 306 düşsə, 306 bizə burada verər 918, qalıq qalar 2. Demək, 306-sı tam bölünür, ikisi bölünmür, qalıq olaraq qalır. Bu ikisi bölünmür nə deməkdir? Bax, məsəl üçün, yəni sən bunu gəlib böləcəksən 306 dəfə tam, 2 qalıq o deməkdir ki, 2 dənəsi qalır. Yəni, 2 dənəsi bölünmür də. Özü də bir ədəd sayılır, amma 2 dənəsi bölünmür. Bax, bura bizə verəcək, bu hissə verəcək bizə 360 dənə ədədi verəcək 8-lik say sistemində. Məsəl üçün, 4, 2, 1-ə görə bura 6 olacaq, 4, 2, 1-ə görə bura 1 olacaq, 4, 2, 1-ə görə, nə bilim, bura gəlib düşəcək 7 və s. Yəni, burada 360 dənə ədəd alınacaq. 2 də qalıq qaldığına görə 1, 2, yəni burada da bir dənə 2 rəqəm qalacaq artıq. Yəni, neçə rəqəmli ədəd olmuş olur onda?
307 rəqəmli ədəd olmuş olur. Burada 306, bir dənə də ədəd burada alınır. Yəni bizdə 307 rəqəmli ədəd alınmış olur. Davam edirik. 32-ci sualın nümunəsinə baxırıq. 32-də bizə deyir ki, demək, aşağıda verilmiş bərabərliyə əsasən A, B, B8 ədədini onluq say sistemində ifadə edin. 1, 0, 0, 2. Düzdürmü? Sonra bizə verib ki, A, B, B. Bir dənə düşünün görüm. A, B, B, desəm B, 4 dənə B idi, ikilikdən. Onsa ikilik say sistemi rəqəmləri 0, 1-dir. Ya burada ya A 0-dır, ya B 0-dır da 1-dir, ya da əksinə. İndi mən ya da əksinədir, yəni ya B 0-dır, ya da A 1-dir. Yəni başqa bir rəqəm yoxdur da, çünki ikilikdə 0 və 1-dən başqa ədəd yoxdur. Çünki bu da ikilik say sistemindədir. Amma mən buradan bilirəm ki, A 0 deyil. Çünki ədədimiz 0-la başlaya bilməz. Ona görə demək B 0-dır, A 1-dir. Yazıram. 1, 1, 2, 3, 4. 4 dənə 0. Buradan da bizə nə deyir? Deyir ki, 8-lik say sisteminə çevirin. Biz bunu ikilik say sistemində vursaq, nə verər bizə? 1, 0, 0, 0, 0-ı 1, 0, 0 deyə vursaq, 0, 0, 0, 0, 0, eyni şəkildə 0, 0, 0, 0, 0, eyni şəkildə 0, 0, 0, 0, 1. Bu da bizə nəyi verir? 0, 0, 0, 0, 0, 0, 1-i verir. İkilik say sistemində. İkilik say sistemindən 8-lik say sisteminə keçəndə 3, 3 bölürük. Bu eləyir bizə 4, 2, 1, 0-ı verir. 4, 2, 1, 0-ı verir. Burada 1, lap 0 əlavə eləyək. 4, 2, 1. Burada bizə 1-i verir. Yəni, cavabımız olur 1, 0, 0, 8-lik say sistemində B variantı. Davam edək. 33. 33-cü sual nümunəsində bizə deyir ki, avtomatik qurğu 5 rəqəmli ədədlər düzəldir. Bir qurğumuz var, 5 rəqəmli ədəd düzəldir bizə. 1, 2, 3, 4, 5 rəqəmli ədəd düzəldir. İlk 3 rəqəmi, yəni bax, ilk 3 rəqəm bunlar. İlk 3 rəqəmi 5-lik say sisteminin rəqəmləridir. 5-lik say sisteminin rəqəmləri nədir? 0, 1, 2, 3, 4. Neçə dənədir? Yəni 5 dənədir də. Demək, burada ilk 3 rəqəmində 5 dənə rəqəm istifadə edə bilərik. 0, 1, 2, 3, 4 rəqəmlərini istifadə edə bilərik. Digər rəqəmlər onluq say sisteminin rəqəmləri ola bilər. Yəni bu ikisində də onluq say sisteminin rəqəmləri ola bilər. Onluq say sisteminin rəqəmləri nədir? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzdürmü? Qurğu deyir, sadəcə cüt ədədləri düzəldə bilər. Bu rəqəmlərin cüt olması üçün biz bura hansı rəqəm ən sona hansı rəqəmləri yaza bilərik ki, cütlə bitsin də. Ən sona yaza bilərik 2-ni, 4-ü, 6-nı, 8-i. Bir də 0-ı yaza bilərik ki, cütlə bitsin. Demək, 1, 2, 3, 4, 5 dənə rəqəm yaza bilərik sona. Bu ortadakı onluq say sisteminin rəqəmləri ola bilərdi hamısı. 0-da, 1-də, 2-də, 3-də, 4-də, 5-də, 6-da, 7-də, 8-də, 9-da. Fərqi yoxdur. Bir dənə deyir ki, cüt rəqəm olsun. Cüt rəqəm olması üçün sonu cüt rəqəmlərlə bitməlidir. Onluq say sistemindəki cüt rəqəmlər 0, 2, 4, 6, 8-dir. İndi biz bunları bir-birinə vururuq. Yəni nə ilə 5, 5, 5. Bir dəqiqə. Bu qarşıda uşaqlar 5 yox, 4 dayanacaq. Niyə görə 4 dayanacaq? 5-lik say sistemi rəqəmlər 0, 1, 2, 3, 4, budur. Amma ədədimiz 0-la başlaya bilməz axı. 0-la başlaya bilməyəcəyinə görə qarşıda ancaq 4 dənə rəqəm dura bilər. Yəni 1, 2, 3, 4 dənə rəqəm dura bilər. Yerdə qalanlarda isə 0 da ola biləcəyinə görə 5, 5 yazırıq. Bu da 4, 5, 20, 100, 5000.
Cevabımız edir 5000. Var mı? Bəli, C variantı. Davam edək. 34-cü suala baxırıq. Bu sualdan, bu tip sualdan izah etmişəm sizə. Gəlin bir də baxaq. Deyir ki, A, B, C, D, Y hərflərindən istifadə etməklə aşağıdakı ardıcıllığı müəyyən edin. Mən demişəm ki, ədədlərimiz nə oldu? Hərflərimiz belə A, B, C, D, Y. Və demişəm ki, bunlar hərəsi bir ədəddir. Sıfırdan başlayaraq bu sıfırdır, bu birdir, bu ikidir, bu üçdür, bu dörddür. Belə nömrələnir. İndi bu ədədlər hansı say sistemini verir? 0, 1, 2, 3, 4 bizə beşlik say sistemini verir. Deməli, burada yaranma beşlik say sisteminə görə aparılır. Beşlik say sistemi. Beşlik say sistemi. İndi bizə nə verilib? Deyir ki, verilib ki, birinci A, 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 A. İkinci A, 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 B. Üçüncü A, 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 C. Dördüncü A, 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 D. Baxsaq ki, ədədlərimiz belədir də. 0, 0, 0, 0. A0 daxı. 0-dakı beşlik say sistemində elə bizə 0 verir. Sonra 0, 0, 0, B 1'dir. Bu bizə beşlik say sistemində 1'i verir. 0, 0, 0, 2. Bu bizə beşlik say sistemində 2'ni verir. Yəni bu beşlik say sistemindədir. Onluğa çevriləndə 2'ni verir. 0, 0, 0, 3 çevriləndə 3'ü verir. Baxsaq ki, məsəl üçün 5 də yazıldı. 6 nədir? 6 yazılıb ki, A, A, B, A. Yəni 0, 0, B nədir? 1, 0. Bax, bu 0, 0, 1, 0 beşlik say sistemindədir. Tapmışıq da say sistemində. Sən bunu onluğa keçəndə 0, 1, 2, 3 deyə nömrələyirsən. 0 vurulsun 5'in kubu, üstə gəlsin 0 vurulsun 5'in kvadratı, üstə gəlinsin 1 vurulsun 5 üstü 1, üstə gəlinsin. Nəyi verir buna? 0 vurulsun 5 üstü 0. 0 vurulsunlar gedir. 1'i də 5'ə vuranda 5 edir. Yəni bura bizə 5'i verir deməkdir. Aydındırmı? İndi baxıram ki, bax sıra nömrəsi 1 olanda ədəd 0 olub. Sıra nömrəsi 2 olanda ədəd 1 olub. Sıra nömrəsi 3 olanda ədəd 2 olub. Sıra nömrəsi 4 olanda ədəd 3 olub. Sonra 5 olanda 4 olub. Baxın, bura 5'dir. 0, 1, 2, yox, 0, 0, nədir? 4'dür də, 4. Bu da bizə onluqda 4'ü verir. 6 olanda da 5 olub. İndi ədədin özü ilə sıra nömrəsi arasında bir dənə fərq var. Yəni, sıra nömrəsindən bir vahid aşağıdır, azdır. İndi baxaq, bizə deyir ki, B, C, D, A-nın sıra nömrəsini tapın. Əvvəlcə mən görüm bir B, C, D, A nədir də? B 1'dir, C 2'dir, D 3'dür, A 0'dır, amma beşlikdə. Biz bunu nə etməliyik? Onluq say sisteminə gətirməliyik. Yəni 0, 1, 2, 3 qaydasına görə yazıram ki, 1 vurulsun 5'in kubu, üstə gəlsin 2 vurulsun 5'in kvadratı, üstə gəlsin 3 vurulsun 5 üstü 1, üstə gəlsin 0 vurulsun 5 üstü 0. 0 vurulsun gedir. 5'in kubu deyəndə 5 vur, 5 vur, 5 nəzərdə tutulur. Bu bizə verir nəyi? 125'i, 125. 25'i, 5'in kvadratı 25, 25'i 2'yə vuranda 50 edir. 3 dəfə də 5, 15 eləyir. 125, 50, 15'in cəmi bizə verəcək 190. 190 ədədini bizə verir. İndi baxıram ki, mən dedim ki, bizdən sıra nömrəsi istəyir. Deyir ki, 190'ın sıra nömrəsi nədir? Baxıram ki, bax bayaq dedim ki, ədədlə sıra nömrəsi arasında bir vahid fərq var. 6 olanda 5 olub. Yəni ədəd sıra nömrəsindən bir vahid aşağıdır. Onda 190 ədədinin sıra nömrəsi avtomatik 191 olacaq. Yəni cavab Y variantı. Davam edirik. 34. İndi baxırıq 35'ə. 35.
dəqiqə. 35. Deyir ki, cəmin ən böyük qiymətini onluq say sistemində ifadə edin. Cəmimiz nədir? X, Y onluqda üstə gəlsin. Y, Z 8-likdə üstə gəlsin. T, X 6-lıqda. Baxıram ki, ən kiçik say sistemim 6-dır, ən böyük say sistemim 10-dur. 6-lıq say sistemin ədədləri nədir? 0, 1, 2, 3, 4, 5. Düzdürmü? Ən böyük qiymət dediyinə görə, buradakı onluq say sistemindəki bu ədəd, məsəl üçün, ən böyük olaraq 9-dan başlamalıdır da. Nə bilim, olmalıdır ki, məsəl üçün, onluq say sisteminin ən böyük ədədi 99 olmalıdır ki, cəmləyəndə də ən böyük ədədi versin. Amma biz burada x-in yerinə 9 qoya bilmirik. Çünki x-in yerinə 9 qoysaq, avtomatik burada 9 qoymalıyıq. 9 da 6-lıqda yoxdur. Ona görə biz 9-u istifadə edə bilmirik. Maksimum 5-ə qədər ədədlər qoya bilərik. 5-ə qədər ədədlərin içərisində ən böyüyümüz 5 olduğuna görə, demək, bizim x-imiz 5-dir. X-imiz 5-dir, T-miz 4-dür. 8-lik say sistemində də 0, 1, 2, 3, 4, 5, 6, 7 rəqəmlidir. 7 ilə başlamalıdır ki, ən böyük ədəd olsun. Z avtomatik 76-dır. Burada da y-imiz 7-dir. Bunları da cəmləsək, yəni 57 onluqda, 7, 6, 8-likdə, 4, 5, 6-lıqda. Bu onluqdakına dəymirəm, bunları çevirəm. 0, 1, 0, 1 deyə. Bu da bizə 76 bizə verir. 7 vurulsun 8 üstə gəlsin 6. Yəni 7 dəfə 8 edir 56. 56-nın da üzərinə 6 gəlirsiniz. Burası sizə verəcək 62-ni. 45 isə sizə verəcək 4 vur 6 üstü 1 üstə gəlsin 5. 4 dəfə 6 24. 24-ün üzərinə 5 29 edir. Yəni 57 üstə gəlinsin 62 üstə gəlinsin 29. 57-nin üzərinə demək 62 gəlsək, üzərinə də 29 gəlsək, 57-nin üzərinə 62 gələndə 119, 119-un da üzərinə 29 gəlsək, bizə verəcək 148. Cavab edir A variantı. Davam edirik 36-ya baxaq. 36-da bizdən nə istəyir? Deyir ki, 2 üstü 198 onluq ədədini dörtlük say sistemində ifadə edərsən, neçə rəqəmli ədəd alınır? Mən bayaq dedim ki, ümumiyyətlə sizə hər hansısa bir əsaslı say sistemi deyirsə, əsası həmin say sisteminə gətirməliyik. İndi də bizə dörtlük dediyinə görə 2 üstü 198-in əsasını 4-ə gətirməliyik. Biz bunu necə parçalaya bilərik? 2 üstü 198-də əsası 2 üstü 2-yə 4-ə gətirməliyik, o heç. 2 üstü 2-ni də 99-a vuranda, 2-ni 99-a vuranda 198-i verir. Deməli, bu da bizə nə verir? 4 üstü 99. Bu da neçə rəqəmli ədəd deyir. Bu, bir yanında 99 dənə, bax, burada 99 dənə 0 deməkdir. 99 dənə 0 deməkdir. Bu da 1. Neçə rəqəmli ədəd alınır? Avtomatik 100 rəqəmli ədəd alınmış olur. Cavab elədir C variantı. Keçirik 37-ci sualın nümunəsinə baxırıq. 37. 16-lıq say sistemindəki ən kiçik 15 rəqəmli ədəd, 16-lıq say sistemindəki ədədlər hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, Y, F. Düzdürmü? Bir də desəm ki, 16-lıq say sistemindəki ən kiçik ədəd nəyə yazarsınız? 1, 0-ı. Düzdürmü? Ən kiçik ədəd 1, 0-dır da. 2 rəqəmli ədəd 1, 0-dır. İndi deyir və yaxud da desəm ki, 16-lıq say sistemindəki ən kiçik 4 rəqəmli ədəd nə olur? 1, 0, 0, 0-dır. Düzdürmü? Ən kiçik 4 rəqəmli ədəd budur da. Amma indi bizə deyir ki, 16-lıq say sistemində olan ən kiçik 15 rəqəmli ədəd, yəni nə olacaq? 1,
1, 2, 3, 4. Yəni burada 15 dənə 0, 14 dənə 0, bir dənə də 1 olacaq. Bura bizə nəyi vermiş olur? 16-lıq say sistemindəki ən kiçik ədədi. Və bu bizə 16 üstü həmçinin də 14 vermiş olur. 16 üstü 14 bir yanda 14 dənə 0 demək deyil. Bəli, deməkdir də. Ona görə sən bunu elə 16 üstü 14 yaza bilərsən. Aldın 16 üstü 14-ü. Deyir, ikilik say sisteminə çevirin. Yəni, əsası 2-yə gətirməliyik. 16 2 üstü 4 deməkdir. Onu da vururuq 14-ə. Bu da bizə verir 2 üstü 14-ə vuranda 56. Yəni, bir yanında 56 dənə 0, 0, 0, 0, 56 dənə 0. Deyir ki, 0 rəqəmlərinin sayı 56. C variantı. Davam edirik 38-ə baxarıq. A-nın ən böyük, B və C-nin ən kiçik qiymətində bunu hesablayın. A 1, 1 üçlükdə 2, 1, 1, B çıxılsın 1, 2, 1, C. Üçlük say sisteminin ədədləri 0, 1, 2-dir, düzdürmü? Və bizə deyir ki, A ən böyük qiyməti olmalıdır. Üçlük say sisteminin ən böyük ədədi nədir? 2-dir. Demək, A-mız 2-dir. B və C-nin ən kiçik qiyməti. Bax, ədədimiz 2, 1, 1-dir, düzdürmü? B yazılıb. Burada ən kiçik B-də nə dayana bilər? Ən kiçik nə dura bilər? B-nin ən kiçik qiyməti nə ola bilər? 1 və 2-ni alan 3 ola bilər də. Və burada bax, bu 2, 1, 1-in bax, burada 3-də dayana bilər. 2, 1, 1, burada 4-lük də ola bilər. 2, 1, 1, 5 də ola bilər, 6 da ola bilər, 7 də, 8 də, 9 da ola bilər. Amma ən kiçik dediyinə görə biz buradakı B-ni 3 götürürük. Ən kiçik dediyinə görə. Deməli, B-miz oldu 3. Həmçinin C-ni də necə götürməliyik? C-ni də götürməliyik 3. Yenə də ən kiçik qiymət deyir. İndi yazıram. 2, 1, 1 üçlükdə üstə gəlsin. 2, 1, 1 üçlükdə çıxılsın. 1, 2, 1 üçlükdə. Cavabda nə istəyir? Onluq say sistemində istəyir. İstəsəz onluq say sisteminə gətirib də hesablaya bilərsiniz, istəsəz belə də hesablaya bilərsiniz. Amma gəlin onluq say sisteminə gətirək. 0, 1, 2 nədir? 2 vurulsun 3-ün kvadratı, üstə gəlsin 1 vurulsun 3 üstü 1, üstə gəlsin 1 vurulsun 3 üstü 0. 3-ün kvadratı 9, 9-u 2-yə vuranda 18 verir. 18-in üzərinə gəlirik 3-ü, 18-in üzərinə gəlirsiniz 3-ü, üstünə də gəlirsiniz. Ədəd üstündə 0, bayaq da dedim. Ədəd üstü 0 bizə nəyi verir? Ədəd üstü 0 bizə verir 1-i. Bura eləyir 1-i, 1-i də 1-ə vuranda 1 eləyir. Yəni 18 üstə gəlsin 3, 21, 21-in üzərinə 1, 22-ni verir. Demək 2, 1, 1, 3, 22-dir. Və 2, 1, 1, 3, 22-dir, eyni şeydir. Çünki çıxıram nəyi? 1, 2, 1-i üçlükdə. İndi 0, 1, 2 deyib bunu da onluğa gətirirəm. Bu eləyir 3-ün kvadratı 9, üstə gəlinsin 6, üstə gəlinsin 1, 15, bu da 1 verdi bizə 14-ü. 22 çıxırıq, yəni 22-dən də 14-ü çıxırıq. 22 ilə 22-nin cavabı bizə verir 44-ü. 44-dən də 14 çıxsa cavab bizə verəcək 30. 30 cavabı yoxdur. Hardasa nəyisə səhv etmişikmi? Nəysə səhv etmiş ola bilərik mi? Baxıram. 2 vurulsun 3-ün kvadratı 9. 9-u 2-yə vururuq 18. 1 vurulsun 3 üstü 1 3-dür. 1 vurulsun 3 üstü 0 1-dir. Yəni 18, 3-ün cəmi 1 bizə verir 22-ni. 2, 1, 1 yenə də üçlük say sistemində 22-dir. Bura baxaq. 1 vurulsun 3-ün kvadratı 9. 9-un üstünə 6 gəlsək, üstünə də 1 gəlsək, 16. Bu necə 14 olur? 16-nı verir axı bizə. 16. 44. 44-dən də 16 çıxsaq, bizə verəcək 28. Cavab eləyəcək C variantı. 28. C nədir? A variantı. Davam edək. 39.
39. Deyir ki 8 ASDB 8'lik say sistemində verilmişdir. A, S, D, B. 8'lik say sistemində ədədlər nədir? 0, 1, 2, 3, 4, 5, 6, 7, 7'ye qədər. Və şərtimiz budur ki, A böyük olmalıdır C-dən, C böyük olmalıdır D-dən, D böyük olmalıdır B-dən. Deyir ki, A verilmiş say sisteminin ən böyük rəqəmidir. Verilmiş say sisteminin ən böyük rəqəmi nədir? 7. Demək, A 7-dir. Sonra deyir ki, D verilmiş say sisteminin sadə rəqəmidir. D sadə rəqəmidir. Bunu saxlayaq. Çünki S D-dən böyük olmalıdır. Birinci S-ni tapaq. S verilmiş say sistemində 4-ə bölünən ədəddir. 4'e bölünən ədəd olması üçün 4'e bölünən ədəd elə 4'ün özüdür də. 2 4'e bölünmür, 3 4'e bölünmür, 5 bölünmür, 6 bölünmür, 7 bölünmür. Demək C 4'dür. Və D say sistemində sadə rəqəmdir və D C-dən kiçikdirsə, B-ni də gəlin tapaq. B nədir? B verilmiş say sisteminin ən kiçik sadə rəqəmidir. Verilmiş say sisteminin ən kiçik sadə rəqəmi nədir? 2'dir. Demək B 2'dir. D 2, yəni bax burada tapdığım D B-dən böyük, C-dən kiçik olmalıdır və sadə rəqəm olmalıdır. Avtomatik D nə olur? 3 olur. İndi baxsaq ki 7 4'dən böyükdür, 4 3'dən böyükdür, 3 də 2'dən böyükdür. Demək A7, C4, D3, B2 8'lik say sistemində. 16'lıq say sisteminə keçmək üçün birinci 2'lik say sisteminə keçirik. 2'lik say sisteminə keçmə qaydası 4 2 1 deyə yazıram. 2 budur 0 0. 3 2 ilə 1'in cəmidir 0. 4 budur 0 0 yerdə qalanlara 7'də də hamısına 1'i yazırıq. Sonra buradan düzürük. 7 nədir? 1 1 1 sonra 1 0 0 0 1 1 0 1 0. 16'lıq say sisteminə keçəndə də 4 4 bölmə əməlindən istifadə edirdik. 8 4 2 1 qaydasına görə üstünə düzürük. 8 4 2 1 8 4 2 1. Bura bizə verir F-i, bura bizə verir 1'i, burada bizə verir 8'in üzərinə 2. 10 eləyir, 10'dakı 16'lıqda A deməkdir. Yəni F 1 A 16'lıqda. Cavab edir D variantı. Davam edək. 39 idi bu. İndi 40'a baxırıq. 40. Nə deyir? Deyir ki, toxuculuq fabrikində 3 gün ərzində müəyyən sayda xalça toxunub. Birinci gün, ikinci gün və üçüncü gün. Birinci gün ümumi toxunulmuş xalçaların yarısı qədər xalça toxunulub. Birinci gün, ümumiyyətlə xalça sayını bilmirəm, x-dır. Bu birinci gün bu x-in yarısı qədər xalça toxunub. Yəni x bölünsün 2 qədər xalça toxunulub. Ümumi bilmirəm nə qədərdir. Birinci gün amma bu ümuminin yarısı qədər xalça toxunulub deyir. Xalçaların yarısı qədər xalça toxunuldu və 130 xalça toxunulmamış qaldı. İkinci və üçüncü gün isə uyğun olaraq hər birində 32 xalça toxunulub. Yəni burada da 32 toxunulub, burada da 32 toxunulub və bitib də, yəni artıq bitib. Yəni bu elə olmalıdır ki, 32 ilə 32'nin cəmi sizə 130'u verməlidir. Yerdə nə qədər xalçam qalmış? 130. 130 xalçada ikinci, üçüncü gün bitib. İkinci gün 32, üçüncü gün 32 xalça toxunulubsa, yəni ikisi bir yerdə 130 xalça eləməlidir. İndi mən tapmalıyam ki, bu hansı say sistemində mənə 130 xalçanı verir. Bu bizə verir 3x üstə gəlsin 2, 3x üstə gəlsin 2, həmçinin 0, 1, 2'yə görə x kvadratı üstə gəlinsin 3, 6x üstə gəlsin 4 bərabərdir x kvadratı üstə gəlsin 3, x kvadratı üstə gəlsin 3 çıxılsın 4, çıxılsın 6x bərabərdir 0. Demək, x kvadratı çıxılsın 6x, çıxılsın 1 bərabərdir 0. Diskriminantla geçsək, 24,
25, yəni burada 5 qalır kökdən. X1-i tapsam, demək, X1-i tapanda neçə eləyir? 6 üstə gəlinsin 5 bölünsün 2. Bu da bizə verir. Nəyi verir? 6-nın üzərinə 5 gələndə nəysə səhv mi getdik? Səhv getmiş ola bilərik. 0, 1, 3x2, 3x2. Bura 0, 1, 2-dir. Yəni x kvadrat üstə gəlsin 3x-dır. X kvadrat üstə gəlsin 3 çıxılsın 4 çıxılsın 6x bərabər 0-dır. Rəqəm. Sonra x kvadratı çıxılsın 6x çıxılsın 1 0-dır. 6-nın üzərinə diskriminantın düsturu b kvadratı minus 4ac-dir. Diskriminantı səhv tapmışıq. Belə yox. B kvadratı minus 4ac olduğuna görə 36 üstə gəlsin 4 kökdən çıxmır deyəsən aldığımız ədəd. 40 kökdən çıxmır. Hardasa səhvlik mi etdik? Bunu əslində belə də gedə bilərik. Bu bizi çaşdırdı. Burada nəsə gözümdən qaçdı böyük ehtimal. Amma necə gedə bilərik başqa? Başqa gedə bilərik ki, 32-dir. Cavabı nə alınıb? 130 alınıb. Hansı say sistemində 2 üstü 2 4 eləyir? Demək, dörtlük say sistemində 4 yoxdur. 0 çıxırsan 1 yaddadır, 1 yadda. 3-ün üzərinə 3, 6 eləyir, 1 yadda 7. 7-dən 4-ü çıxıb 3 yazıblar. 1 yadda qalıb, yəni 3 yazılıb. Bura 1 yadda qalıb, o 1 də bura gəlib düşüb. Yəni demək, burada x-imiz bizim 4 imiş. Belə rahatlıqla tapmaq olur. Bəlkə diskriminantda nəyəsə səhv hesablamış ola bilərik. 4 tapdıqsa ikimizi, x-imizi 4 tapdıqsa, bu bizə nəyi verir? X bölünsün 2, buranı tapmalıyıq da, ümumi nə qədər olub deyir. Bu da bizə verir 134-lükdə. Buradan da tapsa 0, 1, 2 deyə, x bölünsün 2 bərabərdir 28, x də bərabərdir 56. Deməli, ilk gün, yəni ümumi 56 imiş. İlk gün onun yarısı 28-i yerinə yetirilib, ikinci gün isə yerdə qalanlar yerinə yetirilib. Cavab olur B variantı.